Lobato'da resmi xəbərdarlığı alıb, top bizdən Musa Qurbanlının ötürməsi, Kaydi Borges, Kaydi! Gol! Kaydi Borges! 1-0 59-cu dəqiqə. Kaydi'nin golü. Qarabağın döyünən ürəyi Kaydi. Həm səfərdə, həm evdə vurdu o golü yenə də Kaydi. Mateus sol tərəfə Bruno Langa'nın mövqeyinə çəkilib. Belə bir yer dəyişmə, rotasiya. Qarabağın oyun planında Twente həmləsi və Gorst endirir, zərbə və top qapıdadır. Marco Piazza 79-cu dəqiqədə ümidləndirir komandasını. Bu maçda hesabı bərabərləşdirir. Çox gözəl hücum izlədik. Həqiqətən də bunu, bax bu həmlə futbol dərsliklərinə düşəcək bir hücumdur. Sol tərəfə ötürülən top. Vegorst'a baxın. Necə soyuqqanlı şəkildə endiyimiz kimi itirilən müddət 4 dəqiqədir və bu artırılıb. Onlardan biri geridə qalıb. Yunus Taha küncdən zərbəni yerinə yetirəcək. Baxın, 3 dəqiqə qalıb, amma hələ də 3 dəqiqə qalıb. Lars Unersdal belə bir məqamda qapını boş buraxıb gəldi cərimə meydançasına. Böyük risk eləyir Twente. Çox böyük bir riskdir bu. Qapı boşdur. Yunus Taha. Daha bir ötürmə, başlasın. Bu da qorxduğumuz başımıza gəldi. Bu da həmin vəziyyət. Varsa hamısını bax, meydanda göstərib, tətbiq eləyib, sona qədər əzimkarlıqla, mübarizcəsinə. Çox təəssüf. Bax, bundan qorxurduq. Çünki artıq o buraxılan qolun məyusluğu artıq meydandakı futbolçulara da sirayət etməkdədir. Çox təəssüf. Vegorst. Bir qol, bir məhsuldar ötürmə. Artıq kirləri xatırlatmaq istəyirəm əslində. Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Ehtiyac yaranarsa Hikmət Cəbrayılzadə və Əli Bəşirov oyunun ağırlığına oyunun ağırlığı artıq qalmadı. Bu ağırlığı yüngülləşdirdi Twente. Psixoloji cəhətdən tamamilə artıq